Neçə illərdir ki, toyuqlarıma dərman vermirəm, onları tam təbii saxlamağa çalışıram. Burada da görmüş olduğunuz kimi yaşıl otla qidalanırlar. Nələr verirəm, toyuqlarıma hansı təbii yemləri verirəm, həmişə sizlərlə tez-tez YouTube kanalımda paylaşıram. Bugün də elə bir qarışım verəcəm toyuqlarıma. Qarışımın demək olar ki, müəyyən hissəsini görmüşəm, istədim yerdə qalan hissəsini də sonraki etaplarda, mərhələlərdə sizlərlə paylaşam. Bu qarışım həm toyuqların immun sistemini gücləndirir, həm də onların kürt düşməsini sürətləndirir. Toyuqları kürt sala biləcək, həm də onların immun sistemini gücləndirəcək bir qarışım hazırlayıram. İstədim bu qarışımı sizlərlə paylaşım. Demək olar ki, müəyyən hissəsini görmüşəm. Amma hazırki yerdə qalan digər etapları sizlərlə paylaşmaq istəyirəm. Demək olar ki, toyuqlarımı təbii saxlayıram, onlara müəyyən yaşıllıqlar verirəm. Burada görmüş olduğunuz kimi, yəni qırağa çıxarda bilməsəm də, otlamağa çıxarda bilməsəm də, belə yaşıllıqlarla onları qidalandırıram. Yəni immun sistemləri həm güclüdür, artıq toyuqlarından içi kürt düşüb və bir namizədimiz də var. İnşallah yenə də davamı olar bunun, davamlı olar bu kürt düşmə prosesi. Sizlər toyuqlarınıza hansı qidaları verirsiniz, immun sistemlərini gücləndirmək üçün, hansı vasitələrdən istifadə edirsinizsə, rəy bölməsində qeyd edin, bizlərlə paylaşın. Bunu hər videoda deyirəm, amma çox az insan bu paylaşımları bizimlə edir. Bir də kanalımıza abunə olun, videonu bəyənin, like edin dostlar, dəstək olun bizə. Like etmək pullu bir şey deyil, bəyənmək pullu bir şey deyil. İndi keçək görək orada qarışımımıza baxaq. Sizlərə də bu qarışımı göstərim. Burada görmüş olduğunuz kimi çörəkləri belə doğramışam. Xırda-xırda çalışdığım qədər, indi müəyyən qədərin su ilə islatmışam. İndi burada bir soğanımız var. Bu soğanı da doğrayacağam, əlavə edəcəm bunun üzərinə. Biraz gözlədəcəm. İnşallah axşam yemləməsində bu yemeği bunlara verəcəyəm. Sona qədər videonu dostlar izləyin və fikirlərinizi də rəy bölməsində yazın. Belə bir qarışım oldu. Görmüş olduğunuz kimi burada soğanlarımız, çörəklərimiz. İndi bunun üzərinə biraz su əlavə edəcəm və gözləməyə qoyacağam. İnşallah ki, axşam yemləməsində bu yemeği toyuqlarıma verəcəyəm. Mən belə yemləri ümumiyyətlə tez-tez verirəm toyuqlarıma, düzələrimə. Maşallah olsun ki, həqiqətən də bu öz effektini göstərir. Biraz da belə qara un əlavə etdim ki, toyuqların daha çox diqqətini cəlb etsin. Onsuz da toyuqlar hər şeylə maraqlanırlar. Çörək ümumiyyətlə tərkibində maya olduğundan çörəyin toyuqların kürt düşməsini daha da sürətləndirir. Bu qarışımı, yəni çörəyi hər gün toyuqlara vermək olmaz. Əgər verəndə də çalışın biraz isladıb verin. İndi qara un ilə çörək, soğan həqiqətən də toyuqları həm yaxşı doyuracaq, yaxşı qidadır onlar üçün, həm də immun sistemlərini gücləndirəcək, əlavə olaraq da kürt düşməyə sövq edəcəkdir. Soğan bildiyiniz kimi immun gücləndiricidir. Toyuqları müəyyən xəstəliklərdən qoruyur, nəinki toyuqları, hətta digər canlıları belə. Dediyim kimi çörəyin də tərkibində maya olduğundan kürt düşmə prosesini sürətləndirir. Belə qarışımları arası 2-3 dəfə hazırlayıb vermək tövsiyə olunandır. Yəni qara un da var burada. İndi çörək çəkəcək özünə, yemi daha yeyilə biləcək bir hala gətirəcək. İnşallah olsun. Onu da deyim ki, mən əlavə olaraq bundan əlavə, belə yemlərdən əlavə toyuqlarıma sirkəli su da verirəm, kələm verirəm misal üçün. Yəni bu da onların həm immun sistemini gücləndirir, həm də yumurta məhsuldarlığını dolayısıyla artırır. Ümumiyyətlə demək olar ki, dərman vasitələrindən toyuqlarıma demək olar ki, istifadə etmirəm. Sağlam toyuqlar ümumiyyətlə yumurta verir, sağlam heyvanlar daha məhsuldar olurlar. Həm ətlik, həm yumurtalıq olaraq bu yemləri toyuqlarınıza verə bilərsiniz. Həm onların daha yaxşı ətəd olmağında, həm də yaxşı yumurta məhsuldarlığının olmağında kömək edəcək bir qarışımdır. Videonun bu yerində 10 saniyənizi ayırıb kanala abunə olun, videonu bəyənin, bizə dəstək olun, motivasiya verin bizə. İndi bu yemi burada saxlayacağım, belə gözlədəcəm. Hardasa saat 3-4-dən sonra, 4 radələrinə daha doğrusu, bu yem özünü tutacaq, daha yeyilə biləcək bir hala gələcək. İndi də versəm yeyəcəklər sözünüzü. Amma o soğanın aromasının bu yemə qarışmasını istəyirəm, suya qarışmasını istəyirəm. İstəsəz biraz sirkə də əlavə edə bilərsiniz lap. İndi mən sirkə də əlavə edəcəm yemi verməmişdən öncə. Çünki sirkəni indi töksəm, üzərinə əlavə etsəm, biraz qızqırdar, turşular bunu, elə fikirləşirəm. Bilmirəm, elə olar yoxsa yox. Onda sirkə əlavə etmək məncə daha yaxşı olar. Bayaq dediyim kimi toyuqlarım yavaş-yavaş kürt düşməyə başlayıblar.
Keçən dəfə bir videomda paylaşmışdım. Toyuğum kürt düşmüşdü. Burada da bir toyuğumuz var. Gördüyünüz kimi. Və burada da bir toyuğumuz var. Bunu da dünən yatırmışam bura. Altında 12 ədəd yumurta var. Həftə içi, yəni çörəyi istadmadan da verirəm. Çox az verirəm də, yəni belə deyək. 1-2 tikə gətirib həmişə verirəm toyuqlarıma. Yaşıllıqla da burada başlarını qarışdırıblar. Birazdan yeni təmizləyəcəm. İndi biraz təmizlik işləri görəcəm. Çünki yağışdan sonra bir müəyyən yerlər var idi ki, rütubət almışdı. O rütubətli yerləri çıxardacağam və dəniz qumu əlavə edəcəm həmin yerlərə. Həm toyuqlar eşələnərlər. Torpaq vannası, qum vannası belə deyə qəbul edəcəklər bu yolla. Bu videonu burada saxlayıram. Axşam bayaq hazırladığımız yemi toyuqlarıma verəndə yenidən oradan davam etməyə başlayacağam. Hardasa saat 4 radələrdir. İndi gedək bu yemimizi toyuqlarımıza, düzələrimizə yavaş-yavaş verməyə başlayaq. Yenə deyirəm, yemimizin tərkibində burada soğandır, qara undur və çörəkdir. Su ilə qarışdırıb suya qoydum. Suda saxladım biraz hardasa 4-5 saat suda qalıb. Çörək tamamilə yumuşalıb. İndi gedək heyvanlarımıza yavaş-yavaş verməyə başlayaq. İstifadə edəndən sonra kürt düşməyən toyuqlar da kürt düşəcək dostlar. Belə vasitələrdən istifadə edin, təbii vasitələrdən. Toyuqlarınız həm sağlam böyüsün, həm də məhsuldarlıqları daha yüksək olsun. Məhsuldar, keyfiyyətli toyuqlar saxlamaq bizim öz əlimizdədir müəyyən qədər. Toyuqlarımıza nə qədər yaxşı baxsaq, o qədər də onların məhsuldarlıqları yüksək olacaq. İstər bu kürt düşmədə olsun, istər ət məhsuldarlığında olsun, istərsə də yumurta verimliyində. Hər şey yəni yerində olacaq, vaxtında yumurta qoyacaqlar. İndi görürsünüz dostlar, heç yemliklərə bu yemi əlavə etməmişəm. Artıq burada gəlib vedrənin içindən yeyirlər. Vedrənin içindən yeməyə başlayırlar. İndi yemliklərə də bu yemləri çəkəcəm. Toyuqlarım oradan daha rahat yeyəcəklər. Gedək dostlar, holluqlarımıza da baxaq. Toyuqlarımızın yemin verdiyim burada yeyirlər. Artıq bitiriblər, çatdıra bilmədim. Yumurta məhsullarına da gəlsək, bu dəfə işıq yandırmaq biraz çətin oldu mənə. Burada bir toyuğumuz yatıb. Hər folluqda yumurta var. Keçək digər folluqlarımıza görə orada vəziyyət necədir. Folluqlarımızı, bəhinimizi bugün təmizləmişəm. Ona görə yeni samanlar əlavə etmişəm buralara. Yəni burada da yumurta, bu folluqlarda da yumurtalarımız var. Elə yumurtlamayan toyuqlarımız yenə var. Gün ərzində yenə yumurtlayacaqlar. Sizlərdə toyuqların kürt düşməsidir. Ümumi məhsulları necədir, rəy bölməsində qeyd etsəniz əla olar. Ümumiyyətlə toyuqlarınıza hansı qidaları verirsiniz, şərhlər bölməsində qeyd edin. Videomuzu artıq burada yekunlaşdırıram. İnşallah yeni videolarda görüşərik. Sağ olun, salamat qalın. Allah'a emanet olun.